Havalimanındayım. Özde indi yox. Gece saat 11'dən buradayım. Müğənni Xatirə İslam 11 saatdır Bakıda havalimanında qaldığını deyib. Sənətçi uçuşun gecikməsindən şikayətlənib. O bildirib ki, hələ də havalimanında gözləyir. Düz 11 saatda havalimanındayam. 11 saat çox vaxtdır. 1 saat açılmasa qayıdacağam evə. Belə deyə 11 saat keçdi. Ayaqlarım da şişib. Yatsam yuxuma girməzdi ki, 11 saat təyyarənin gecikməyini gözləyəcəm. Moskvada hava şəraiti ilə bağlı bir çox uçuşlar təxirə salınıb və ya gecikib. Allah özü salamatçılıq etsin. Deyirlər ki, uçuş axşam saat 20:00-da ola bilər. Qayıdacağım evə. 1 saat açılması qayıdacağım evə. Elə belə deyə bir də gördüm 11 saat keçdi. Ayaqlarım da şişib.